Herkese salamlar, mən Vəliyev Qurban. Bugün sizlərə Camtasia Studio 8 ilə necə arka planı, yəni yaşıl pərdə effektini silmək olar, istədiyiniz bir arka planı qoymağı göstərəcəm. Birinci onu yüklüyorsunuz, bir dənə yaşıl pərdəli video, onun da linkini atarım kanalım. Orada ancaq yəni arka plan yaşıl effektə aiddir, yaşıl pərdə effekti. Bunu birinci biraz böyüdək. Intro bir dənə çıxarda. İndi mən yüklədiyim biraz yaxşısı deyil, göstərim üçün deyirəm. Aciz zombidir. Mən də yəni o birisi oyun kanalımın qabaq rəsm şəklini qoymuşam. Onu bu. Yəni mənki görünmür hələ, bu şəklim görünmür. Bu indi yaşını necə silmək onu göstərəcəm. Visual Properties, yəni bunu belə dartanda, belə bu tərəfə, belə. Orada ona girirsiniz. Girdiniz. Əgər məndə belə bir şey gəldi, sizdə gəlmirsə bu videoya basanda gələcək. Yəni belə. Remove and Clore. Gördüyünüz kimi bu adam o yaşıl getdi. Yaşıl pərdə effekt getdi. İndi zombi qaldı. Bunun üstünə biraz işləməz lazımdır, təmiz. Yaxşı ki, yəni burada belə eləyəndə yaşıl görürsünüz. Bunu eləməlisiniz, həm təmiz rəngi görünsün, həm də yaxşı olsun. Bunun biraz da mən sizə göstərim. Hələlik belə hamısını ponlu belə qoyaq ki, yəni bunu belə eləyəndə differing həmənki rənginə qayıtdırır. Bunu belə ponlu 100 -100. Bunu isə bu rəngini belə, bunun rəngini 100-ə qoyun. Bunu isə hələlik belə qoyun. 36-da. Bu isə bunun adamı öz rəngini gətirir. Yox. Bunu belə qoyun. Sonra çünki rəngi gedir. Zombi rəngi ayrı oldu. Bunu belə qoymayın. Yox. Bunu belə qoyaq, hələlik yox olmaz. Belə oldu. Bunu biraz tapdım. Hələlik belə. Bunun rəngi getdi. Bunun rəngidir. Yox, səhv oldu, gözləyin. Başlayın. Biraz burada səhv elədik. 0 yox. Ona görə deyirəm 0 olmaz. Bu rəngi buna aiddir yəqin. Belə qoyaq. Necə düzəldim axı mən. Hələ hamısını belə qoyaq. Sonra isə düzəldir. İndi bunu 100-dürsə, bunu tapdım. Tapdım. İndi bu 23-dirsə buna necə eləmək lazımdır, neçə? Bu 0-dırsa bunu da belə düzəldik, yaşıllar yox oldu. Buna isə əl vurmayaq. Bu da 52 yadımızda. Bu tam indi mən yaxşı videodur. Bu şəkildə artıq. Bunu da düzəldək. Yəni gördüyünüz kimi siz də ayrılan da düzəldə bilərsiniz. Sağ olun, salamat qalın. İki kanalımı da abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.